Gəl sənə xərçəng bürcündən deyim də mən. Xərçəng özünü sevdirməkdə çox gözəl bacaran bürclərdən biridir. Xərçəng bürcündə olan insanların çox gözəl duyğuları var. Bir xərçəng bürcü həyatına girdisə fisyo, sən dünyanın xoşbəxti ola bilərsən. Xərçəng bürcündə olan insanlar elə bil ki, bir parfumdular. Ətrini duyursan, vallah deyirəm, ətrinə məst olub, ondan ayrı qala bilmirsən. Xərçənglər 12 bürcün içində ən çox sədaqətli bürclərdən biridir. Xərçənglər bəzən duyğusal və bəzən çox küsəyən olurlar, qısqanc olurlar. Bu da təbii ki, xərçənglərə çox gözəllik verir. Bir xərçəng bürcünün həyatında olursan, nə deyim mən sənə xərçəng? Sən onlarla xoşbəxtlik yaşayırsan da konkret. O insanlar payızın abu havasını gözləyərək, bax xərçəng də elədir. Xərçəng bürcləri insanları vaz keçilməzdir valla. Çünki xərçəngdən kimsə keçə bilmir. Gedir, amma gedən də peşman olub geri qayıdır. Xərçənglər əsl insandır, mərhəmətdir, həyatdır. Allah onlara həqiqətən hər şey verib, vicdan verib xərçənglərə. Sədaqət verib, nə verməyib ki xərçəngə? Hər zaman insanlara əl tutan, vallah deyirəm, yedizdirən olur. Sevgi onlar üçün bir müqəddəsdir. Ailə onlar üçün candır xərçənglər üçün. Gəl məncə, əgər bir xərçəng bürcü həyatında varsa, onları incitmə, onları itirmə. Sonra peşman olarsan, peşmançılıq çəkəcəksən.